Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 21 Şubat 2026 Cumartesi. Bakü stüdyosundan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan Haberler programına hoş geldiniz. Ben Özlem. Mən də Əli. Bütün dinləyicilərimizi salamlayıram. Alicim, dünkü yayınımızda Cumhurbaşkanı Aliyev'in Washington ziyaretinden ve bir barış konseyi toplantısına katıldığından bahsetmiştik. Dünkü haberler daha olumluydu sanki. Bugün getirdiğin notlarda ise bir protesto ve arbede haberi var. Ne oldu Washington'da? Bəli, səfərin ikinci günündə biraz gərginlik yaşanıb. Prezident İlham Əliyev Washingtonda bir qrup tərəfindən protesto edilib. Sosial şəbəkələrdə yayılan videolarda nümayişçilərlə prezidentin mühafizəçiləri arasında toqquşma yaşandığı görünür. Azərbaycanın Washington səfirliyi isə hadisəni prezidentin kortejinə hücum cəhdi kimi qiymətləndirib. Bu xəbərin mənbəyi BBC Azəri və Azadlıq Radyosudur. Tokkuşma. Kulağa bizim kullandığımız tokuşma gibi geliyor ama tam anlamı ne? Çarpışma, itiş kakış gibi bir şey mi? Bəli, tam olaraq elə. Qarşıdurma, itiş-kakış mənasını verir. Anladım. Dünkü haberlerde provokasyon engellendi deniyordu. Demek ki tam engellenememiş. Notlarında yine devam eden bir konu var. Meydan TV davası. Dün gazetecilerin sağlık durumundan endişe edildiğini konuşmuştuk. Bugün mahkemede bir gerginlik yaşanmış galiba. Bəli, Meydan TV-nin xəbərinə görə məhkəmə gərgin keçib. Həbsdə olan jurnalistlər şüşə qəfəsdən çıxarılıb, vəkillərinin yanında əyləşməyi tələb ediblər. Tələbləri rədd ediləndə, jurnalistlərdən Aytac Əhmədova məhkəmə heyətinə sərt şəkildə siz şahmat taxtasındakı piyadalarsınız, bizi nə zorbalıqlarınızla, nə də hədələrinizlə yıldıra bilməzsiniz deyib. Jurnalistlər növbəti iclasa qatılmayacaqlarını da bildiriblər. Vay canına, şahmat tahtasındaki piyonlarsınız. Çok ağır bir söz. Baya bir isyan var anlaşılan. Şimdi sıcak gündemden ekonomiye geçelim. Uluslararası Para Fonu yani IMF, Azerbaycan için bir rapor yayımlamış. Ne gibi tavsiyeleri var? Meydan TV-nin xəbərinə görə IMF neft hasılatının azalması səbəbindən ticarət mənfəətinin azalacağını proqnozlaşdırır. Buna görə də dövlət müəssisələrində səmərəliliyin artırılmasını, subsidiyaların azaldılmasını və vergi güzəştlərinə yenidən baxılmasını tövsiyə edib. Sübvansiyonlar azalsın, vergi muafiyetleri kalksın. Bu tavsiyeler bana çok tanıdık geliyor. IMF'in standart reçetesi gibi. Zaten notlarında bu raporu destekleyen başka veriler de görüyorum. Üretimde ciddi bir düşüş varmış. Bəli, təəssüf ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə benzin istehsalı 7,3%, dizel yanacağı istehsalı 14,4%, elektrik enerjisi istehsalı isə 3,8% azalıb. Həmçinin Azadlıq Radyosunun yazdığına görə heyvandarlıq sektorunda da malqara sayında azalma var. Enerji ve gıda ikisi de en kritik sektörler. Umarım toparlanır. Bu kadar can sıkıcı ekonomi haberinden sonra halkın yüzünü güldüren bir şeyler de olmuştur umarım. Əlbəttə, DEYAZ saytının verdiyi xəbərə görə Dövlət Sosial Müdafiə Fondu fevral ayı üzrə pensiyaların tam şəkildə ödənildiyini açıqlayıb. Yəni, bütün təqaüdçülər maaşlarını alıblar. Oh, neyse ki emekliler maaşlarını zamanında almış. Biraz da keyifli konulara geçelim. Notlarında bir de Türkiye'den bir dizi haberi var. Bizim Rütük'ün gündeminden düşmeyen Jasmine dizisi sizin basında da yer bulmuş. Bəli, DEYAZ saytı yazıb. Türkiyədə Rütük'ün tez-tez cərimələdiyi Jasmine serialının final edəcəyi həbəri bizdə də yayılıb. Vay canına, bizim dizilerin maceraları size kadar ulaşıyor demek. Son olarak bir de spor haberi var. Azerbaycan'ın satrançtaki başarısını biliyoruz. Bəli, Trend.az-ın xəbərinə görə Azərbaycan şahmat çempionatının final görüşləri başlayıb. Ölkənin ən güclü şahmatçıları mübarizə aparır. Harika. Turnuvadaki tüm sporculara başarılar dileyelim. Ali, bugünkü notlar için çok teşekkürler. Mən təşəkkür edirəm Özlem. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere, hoşça kalın. Fason Radyo.